Selamünaleyküm. Siz bu rüfəti söymə, söğüş nə bilim kişiyə yaraşmaz. Bunlar söğüşə layiqdir. Bunlar cındırdılar, bunlar bir dənə səhv eləyib, bir dənə yox, səhvlər çoxdur. Sonra özlərini elə aparır ki, belə də olmalıdır. Söğüşə layiqsiz, siz götsüz, siz qəhbəsiz, rüfət iminlisən, qəhbəsən. Çünki özünü başda qoysan, söhbət güvəlliysən. İki o qəhbələr böyründədir. Üçüz də qəhbəsiz, üçünün də ağzını qaşıyacaq. Sizdə kişilikdən heç payı yoxdur sizdə. Siz götsüz, cəmaatın həyatını alt-üst edirsiniz pula görə. Qəhbələr, narkotik alverisiz görmüşsünüz. İrandan. Kələmin içində narkotik vurmuşsunuz. Leningrada Reytova, kələmin içində vursunuz da narkotiki. Rüfətcim bunu Muradla Rəşad görür. Bunlar deyirsiniz, sənin qadın dustağın var. Ona göre o söhbəti ben sənin ağzını sikəcəyəm. Gizli lağlar, bildiniz bilmədiniz, yılsız deyirsiniz ki, rüfəti söysün. Söhüşə layiqdir söyləm. Siz qeyrətə əldiniz, bu qeyrətə əlmədi. Gizli lağlar, niyə sənə pul verdim? Demədin, Zaxar söhbəti var, çağıracağım, o şikayətini götürəcək. Onsuz bu poxa düşmüşdü de, bir səhv də olmuşdu, poxa düşmüşdü. Ya sən təmizləyiciydin, vurdun alt-üst elədin hər şey, qəhbə, pula görə. Yəni bilsəm elə pul verib başqa iş yerdin də sən, oturardın o pulu başqa iş yerdim, gedərdin, onsuz başqa iş yedin. Sənin indi Tulada olan Tula türməsində, Tulada olan türmədə olan 1 il 5 ay onun dustaqlarını sayıram. Bunun dustağı yoxdur axı. Cavid Astaralı, Sakit Astaralı, Sahib Ümükli, Mişa Masallı, Ragib Astaralı, hamısı Tulada rüfətin dustağıdır. Bəs deyirsiniz yoxdur. Nə qədər torpağın altında var. Mənə bir də pusan zəngi bilmir. Sən rüfəti söymüşsən, gizli olanlar. Ərdə bildəyəm. Mən deyirdim ki, 3 nəfərlə söhbətim olacaq, başqasıyla eləməyəcəm. Mən o qədər səbirləşdirmişsiniz. Ərdə bilə gələ bilərsiniz. Sizi əyir qoyub düz sikərəm. Bildiniz? Paçanlar bilət. Ağıllanın da sizə adam kimi yol da göstərin ki, bunun yolu, bax bunun yolu. Bu yol demirəm, amma bunun yoldur. Bu qəhbələr, qəhbə söz danışırsınız, bu belədir, o elədir. Siz necə kişisə, nədir, belə də olmalıydı, belə də olmalıydı. Sən yenə adam tutdurdun. Özün bilirsən nə deyirəm, sən bugün adam tutdurdun, sən qəhbəsən. Sənin fakt mənim yanımda dustağın var. Buna görə də səni sikəcəyəm Rüfət. Səni də sikəcəyəm. Sənin bölündəkiləri də sikəcəyəm. Danışmaqla zadlandır. Orada burada danışsan. Biz sakit qalmışıq, biz yaşadık. Bir də çıxır illəri Rüfətə niyə şər atsan? Şər atanın var yoxunuz kim? Bilib bilməyib mənə yığanın da var yoxunuz kim? Razısızsa qəhbələr. Belə danışım sizlə. Belə danışım. Mən buradayam. Mən buradayam mücey. Biri çıxmır, o zəng gedir, bu zəng gedir, o zəng gedir, bu zəng gedir. Onsuz da tutturdunuz. Onsuz da qəhbəli elədiniz. Siz işverənsiz. İşverən olduğunuzu eşitmişdim. Bugün şahidi oldum. Hele ona görə də sikəcəm sizi. Ona görə də sikəcəm sizi. Qəhbələr bilət. Sənin var ha. O pul səndən alacağım. Almasam da başqa iş edim. Əvvəldən deyərdim ki, mən pul ilə yalan danışıram. Başqa iş yerdim, verərdim sənə o qədər pul. Sən məni arxan elədin ki, onsuz bu şərdi, bu evliliyə görə belə eləyib, bəsməkan eləyib ki, ərzəsini geri götürürdü. O vaxt öz işimi özüm əllə eləyərdim də, göt. İndi özü belə aparsın, belə də olmalıdır. Cicdillah bilət. Buramdan gəl səni. Cicdillah. O biri Murad necə? Rəşad neynəyəcək? Rəşad zor siksən bunu. Sik. Sən elə Rəşad sikir. Cicdillah. Rəşad da sikəcəyəm, səni də sikəcəyəm. Murad da sikəcəyəm. Bax, buradan paçanlar da eşitsin. Bax, sizin axsaqqalınızı söhbətə çağıram. Sizin axsaqqalınızı. Siz kimsiz, Məni söhbətə çağırsınız, mən sizlə gəlib görüşüm. Bunu çoxum verdi. Sizin axsaqqalınızı çağıram. Bayaq bir dənə videoya baxıram. Bir nəfər deyir ki, böyük qardaş Rüfətdən üzr istəyirəm. Götlər bulə, gəlin məndən üzr istədin. Gizlənməmişəm ki, 10 günə də, bir həftəyə, 15 günə gələcəm Türkiyəyə. Deyirsinizə, İranda çətin, okey, gələcəm İstanbula. Hansı göt çıxa bilər qalmaz, sizin 300-dən verirsiniz. Adam göndərəcəksiniz. Əgər o adamın ağlı yoxdursa, axmaqdırsa, gəlsin. Gəlsin. Bir dənə düşünsün, özün qoysun mənim yerimə ki, belə qardaş deyə şey eləmişsiniz. Başıma oyun atmışsınız. Şərəfsizlər. Deyirsiniz ki, buna bu oturur da elədi. Oturan adama indi Rusça deyirsiniz də siz onu.
Əgər mənim erkəyim idisə onu elədirsə, deyərdim sən nə var? Sənə bu lazımdır, bunu eləyirik. Götüz yox idi, qardaş, bacı, Rüfət sən göt-götdən belə danışmır, nə göt. Sənin Rəşadın yanında demədim ki, sənin ofisində oturmuşluq, mən gəndə mənə yeməkcət də bağlatdırdığını, yaltaqlığına demədim ki, sən belə danışsan, amma sən orada lotu-potu deyirlər. Sən üzvə demədim, bu sözü güldün. Mən hələ həmin gün qapıya qədər üstünü çiynimə də belə vurdum. Yadımdan çıxıb, sən Tural tanımıram. Rəşadın açdı sandığı tökdü pambığı deyib Tural tanıyır, Turalla görüşmüşük, pul da verib, 200 min manat idi, 70 min verib. 130 min sənə borclamışam, qəhbə. Niyə mənə birilərində yığıb pul istəməsən? Bir dənə mesaj göstərə bilərsən, siz tavansınız, verəcəksiniz. Əvəzinə 500 min dollar verəcəksiniz. Sizin tavanınız ki 500 min dollardır. Başa siz yük altdasınız. Həm sözün yük altındasınız, həm qadın dustağınız var. Sizin dustağınız var. Siz tam yarıya kimi dekabrda gördüyünüz işi bugün bitirdiniz, tamamladınız. Mən siz kimsiz də baxın. Qəhbələr, bunlara şamsı bu gəlməyə zəng eləyib, balaca qəhbələr, paçan qəhbələr. Deyir, buraya qardaş söymüşəm, gicil başıma gələn başıma gəlsin, görüm söyləyəcəksən, nə deyəcəksən. Yox, ona şey atım, mən yatdım, durdum, şəratdım. Yoxsa dəliyəmsə gedim burada yanımda yürümdə qapıya bir dənə təpi atım, birinə bir dənə şillə vurum. Gedim cəmaata küçədə ilişim. Niyə ilişmirəm? Ahətəmdə o qədər adam var, gedim birinə ilişim də. Niyə ona toz qondurmuşsunuz? Bu qəhbədir. Bu adamın 100-dən çox dustağı var. Hələ Tula şəhərində saydım. Biri çıxıb desin ki, yalandır. O dustaqlar da necə yalanır deyib. Deyir, avaralar da olar. Ged ondan pul al, ged bundan pul al, tutulanda da şey olur. Dalında durmur. O 2 nəfər daha həmin söhbətdə də Almaniyadan Kiyevə göndərir Xəyal Rəşad. Biri 74'dür, biri 84'dür. Martın 6'sından yoxa çıxan. Sən göndərmişsən də qəhbə. Heç olmasa axtar, tap, məlumat ver ailəsinə. Özün bu şeyə sonra da belə aparır, belə də olmalıdır, belə olmalıdır. O qədər qəhbəli eləmişsən. Səni kimsə sikməyib, mən çıxdım qabaqla. Mən səni də sikəcəyəm. Sən kimi düşünən Ahatəbi də sikəcəyəm. Sən kimi düşünən. Yəni ki, haqsızlıq edirsən, deyirsən, belə də olacaq. Rəşaddır, Muraddır. İkisini tanıyıram da. O içində sikəcəyəm, mənim söhbətimdə olur. Paçan zəng edir. Paçanlar, puçanlar, mənə zəng eləmir. Mənə zəng eləməyin, gizli qulaqlar. Mən sizin ağsaqqalınızın başını işləyəcəm, onu istəyirəm. Bax, mən Rüfətin başını işləyəcəm. Mən Rüfətin başını işləyəcəm, buna mı diyorsunuz? Siz məndən söhbət eləyəməzsiniz, siz qəhbəsiz.